Ey insan, dayan ve bir anlık düşün. Bura dünyadır ve insanların içinde mən de varam. Hem de özel birisi olarak. Bəs bütün bunlar nedir? Niyedir? İndi isə bu 2-3 dəqiqəlik videonu sona qədər dinlə. Çünkü bu deyilənlər həm də sənə aiddir. Bax, Allah Kur'an'da ilk insanı torpaqdan yarattığını bildirir. Həqiqətən də torpağın da insanın da tərkibində olan xlor, yod, silikon, kalsiyum və sair bu kimi bütün elementlər bərabər və eynidir. Sonra Allah insana ruh verdiğini bildirir. Ruh ise insanın gözüne, kulağına, eline, ağzına ihtiyaç hissetmeden onun kavramasıdır, şuurudur. Belə ki insan yuxudayken eli olmadan toxunduğunun bərk yumuşak olduğunu hiss edir. Ağzı olmadan yediğinin turş veya şirin olmasının tamını dadır. İndi isə diqqətlə qulaq asın. Allah Zümer suresinin 42. ayəsində bildirir ki, Allah ölən kimsənin ruhunu öz dərgahına bir dəfəlik alar. Ölməyənin ruhunu isə öz dərgahına o yuxudaykən alar və qaytarar. Həd suresinin 47. ayəsində isə Allah bildirir ki, onun dərgahındakı bir gün sizin saydığınız 1000 ilə bərabərdir. İndi isə fikir verin. İnsan böyük bir senaryoda yuxu görür. Toy, müharibə və ya bir məhəbbət hekayəsi və s. Lakin bu qədər yuxu isə o yatdığı zaman cəmi 3-7 saniyə ərzində ruhun bədəndən ayrılıb qayıtdığı bir an içində baş verir. İnsan öldükdə ruhunun bir dəfəlik çıxmasına gəlincə isə bunun günümüzdəki nümunəsi kliniki ölümdür. Belə ki bu zaman insanın ürəyi tamamen dayanır və beyninə qan işləmir. Qəribəsi isə odur ki həmən insan ayıldıqda otaqda baş verənləri və bütün danışıqları dəqiqliklə bildirir. Buna bir işarə olaraq isə Peyğəmbərimiz bir hədisdə belə bildirmişdir. İnsanın ruhu öz cənazəsini müşayiət edər və oradakı insanların ayaq səslərini belə eşidər. Ruhların öz bədənlərinə qayıdaraq bütün insanların yenidən qəbirlərindən dirilib çıxacaqlarına gəlincə isə bunun dəlilləri Peyğəmbərimizin qiyamətin əlamətləri haqqında bildirdiyi hədislərdir. Məsələn, Peyğəmbərimiz buyurmuşdur ki, Ərəb torpaqları da yaşıllıqlara çevrilmədən qiyamət qopmaz. Budur, iqlim dəyişikliyi ilə əlaqədar Ərəbistana yağan leysan yağışlar və qar səbəbi ilə artıq 2023-cü ildən etibarən Ərəb torpaqları da yaşıllıqlara dönüşdü. O gün insanların yenidən diriləcəklərinə gəlincə isə, baxın, insanın 100 trilyon hüceyrəsinin hər birində onun haqqında gözünün, dərisinin, saçının rəngi və s. bu kimi 1000 kitabı dolduracaq tutumda DNT məlumatı şifrələnmişdir. Əgər bir insan bugün öz cinsiyyətini dəyişmiş olsa belə, o qiyamət günü həmən özünə məxsus məlumatlarla yenidən diriləcəkdir. Peyğəmbərimiz buna işarə olaraq isə bir hədisdə buyurmuşdur. O gün insan ilk dəfə dünyaya gəldiyi kimi, hətta kişi sünnətsiz olaraq yaranacaqdır. Əziz dinləyici, artıq bu məlumatlarla haqq sənə də yetişmiş oldu. Sən də şahid oldun ki, Allahın axirət vədəsi bax bu günün aydınlığı kimi bir həqiqətdir. Elə isə sən də İslam'a daxil ol ki, özünü xilas edəsən.